Salam hörmətli izləyicilərim. Bugün sizə çox asan bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxışı da jiletə, jaketə, svitrə, papağa, nə istəsəz toxuya bilərsiniz. İlməkləri 2-2 götürürəm. Naxış 2 ilməkdən əmələ gəldiyinə görə 2-2 toxumuşam rezinka hissəsini. Çox asan toxunan bir naxışdır. Bunu bugün toxumağa başlayanlar da toxuya bilər. O dərəcədə asan bir naxışdır. Sapımdakı 100 qramlıq 250 metrəlik sapdır. İndi bunun üçün mən qısa formada yığacağım milimin üstünə. Belə bir sapımı götürürəm. Mən burada rezinka toxumayacağım. Rezinka deyəndə rezinka ilə naxışla birdir də, eynidir. Qısa yığacağım milimin üstünə. 3 4 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 ilmek yığdım milimin üstüne. Da bakın 2 4 6 8 10 12 14 16 2 de kenar ilmeği 18 ilmek yığıram. 16 yığmışam. 17 18 ilmek yığdım milime. Düğünü de atıram buradan. Artıq sapı da kəsib çıxaracağım. İndi ilməkləri 2-2 toxuyuram. 2 tərs, 2 düz. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. İki tərs, 2 düz. 2 tərs, 2 düz. Sıranın axıra qədər bu formada toxuyuram. İndi bu yüzden də tərsi tərs, düzü də düz toxuyuram. Tərsləri tərs, düzləri də düz. İndi mən bu rezinka hissəsini uzatmıram. Sizə nə qədər lazımdırsa o qədər də uzadarsınız rezinkanı. Burada belə toxumuşam bu qədər. Sizin də nə qədər ürəyiniz istəyir o qədər uzadın. İndi mən buradan
Bu naxışın toxunmasını istəyirəm, başlayayım. Buradan düz üzüdür. Düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Tərs üzdən də hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdən yenə əvvəldən necə başlamışdıqsa, tərsləri tərs, düzləri də düz toxuyuram. Yəni 2 tərs, 2 düz. 2 tərs, 2 düz. Tərs üzdən də yenə eyni şeyi təkrar edirik. Tərsləri tərs, düzləri düz. Belə formada olur. İndi buradan yenə təzədən düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuruq. Tərs üzdən də hamısını tərs toxuyuruq. Belə bir naxış alınır. Çox asan toxunması var. Hər şeydə gedən bir naxışdır. Sağ olun. Gələn videomda görüşənə qədər.